Salamlar, vaxtınız xeyir. Bu günləri 9-cu dərsin suallarının izahına baxırıq. Sual 1. Şagird məktəb yoldaşlarından birinin birinci qrupa hazırlaşaraq yüksək bal topladığını görür. Ona görə valideynlərinə birinci qrupa hazırlaşacağını bildirir. Verilmiş nümunə hansı məntiq xətasına uyğundur? Baxın, görürük ki, şagird burada özünü məktəbdəki digər şagirdlərdən birinə bənzədir və bir insanın özünü digərinə bənzətməyi, özünü onun kimi aparmağı, onun elədiklərini eləməyinə çalışmağı, özünü bənzətmə məntiq xətasına aid. Ola bilər ki, məsələn, bu uşaq birinci qrupda olan fənlərə hər hansı bir uyğunluğu yoxdur, o fənləri oxuya bilmir, amma özünü digər şagirdə oxşaraq o da birinci qrupa hazırlaşmağa çalışır. Birinci sualın düzgün cavabı olur D variantı. Sual 2. Müəllim şagirdə sinifdə baş verən hadisə haqqında dostunun nə dediyini soruşur. Şagird isə cavabında mən dostuma heç nə demədim. Sadəcə sinifdə uşaqların bir-birini itələdiyini dedim deyə cavab verir. Verilmiş nümunə hansı məntiq xətasına uyğundur? Görürük ki, burada şagird müəllimin dediyini belə deyək, danmasa da, sadəcə olaraq yenə də deyir ki, müəllim, mən heç nə demədim ki, yəni sadəcə olaraq filan sözü dedim. Yəni bir-birini itələdiyini dedim. Bir sözlə söhbəti fırlatmağa çalışır. Əgər bir insan belə deyək də söhbəti fırlatmağa çalışırsa, deməli çox mənalı danışmağa çalışır və biz də burada görürük ki, şagird müəllimin dediyini belə deyək, dəyişib fərqli formaya salır, çox mənalı danışır, söz oyunu oynamağa çalışır müəllimlə. İkinci sualın düzgün cavabı olur D. Sual 3. Müəllim şagirdlərə heyvanlara qayğı göstərmələri haqqında məlumatlar verir. Küçədə olan heyvanları bəsləməyin insani bir xüsusiyyət olduğunu bildirir. Şagird isə mən də onlara yemək verirəm, deməli mən yaxşı insanam deyə cavab verir. Verilmiş nümunə hansı məntiq xətasına uyğundur? Baxırıq ki, burada şagird müəllimin dediklərini sadəcə olaraq təkrarlayır. Yəni heç bir fərqli bir arqument gətirmir, əlavə bir fikir bildirmir. Sadəcə olaraq müəllimin dediklərini təkrarlayır ki, hə, mən də onlara yemək verirəm, deməli mən yaxşı insanam. Və burada şagird sirkulyar arqument belə deyək, məntiq xətasına yol vermiş olur. Sualın düzgün cavabı Y. Keçdik 4-cü suala. Sual 4. Müəllim, şagirdlər futbol oynayan zaman bir-birinizə qarşı diqqətli davranın və bir-birinizi yıxmağa və itələməyə çalışmayın deyə bildirir. Şagird isə siz deyirsiniz mən futbol oynaya bilmirəm deyə cavab verir. Verilmiş nümunə hansı məntiq xətasına uyğundur? Baxın, biz deyirdik ki, şagird əgər müəllimin dediyinə əks arqument gətirirsə, məsələni davaya çevirməyə çalışırsa, yəni müəllimin dediyini tamam əks bir yönə çəkirsə, dava yəni bu məqsədlə deyilir burada, sadəcə olaraq başa salmaq, başa düşməyiniz üçün. Yəni müəllimin dediyini tamam bir əks məqsədə çəkirsə, bu zaman boş adam xətasına yol vermiş olur. 4-cü sualın düzgün cavab variantı B. Sual 5. Şagird sinif yoldaşlarının telefonda müxtəlif oyunlar oynadığını görür. Evə getdikdə valideynlərindən onun üçün telefon almalarını istəyir. Verilmiş nümunə hansı məntiq xətasına uyğundur? Baxın, sinifdə şagirdlərin bir hissəsi, yəni evdə telefon oynadıqlarını və oyunlar oynadığını bildirirlər və ümumiyyətlə oyun oynayırlar. Bunu görən şagird isə evdə valideynlərindən telefon almalarını istəyir. Yəni cəmiyyət necədirsə, o da özünü onlara oxşatmağa çalışır və burada cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətasına yol vermiş olur. 5-ci sualın düzgün cavabı A. Sual 6. Sinif yoldaşlarından biri sudan səmərəli istifadə etməyin yolları haqqında layihə hazırlayır. Şagird isə onun sinifə yeni gəldiyini nəzərə alaraq dediklərinin əsassız olduğunu düşünür. Verilmiş nümunə hansı məntiq xətasına uyğundur? Baxın, biz deyirdik ki, şəxsi qərəzlik məntiq xətasında bir insanın dediklərinə yox, bir insanın özünə görə, onunla olan şəxsi münasibətinizə görə həmin insanın dediyi fikirlərə biz belə deyək də fikir yürüdürdük və yaxud da onun dediyi fikirlərə yanaşırdıq. Burada isə görürük ki, şagird uşağın dediklərini, digər şagird yoldaşının dediklərini əsassız olduğunu düşünür və əsassız olduğunu düşünməyində tək səbəb onun sinifə yeni gəlməyidir. Yəni onun hər hansı bir fikirlərinin əsaslı olub-olmadığı haqqında heç bir düşüncəsi yoxdur. Sadəcə olaraq onun şəxsi olaraq yanaşır məsələyə və onun şəxsiyyətinə baxaraq məsələyə qiymət verir. Bu da şəxsi qərəzlik prinsipinə deməli, daha doğrusu məntiq xətasına yol verdiyini göstərir. 6-cı sualın düzgün cavabı olur C. Sual 7. Müəllim ona yeni verilən sinifdə bir neçə şagirdlə sual-cavab etdikdən sonra bütün şagirdlərin onlar kimi aktiv olduqlarını düşünür. Verilmiş nümunə hansı məntiq xətasına uyğundur? Baxın, müəllim bir neçə şagirddən sual-cavab edir və onlardan aktiv cavablar alır. Yəni onların aktiv olduğunu və onlardan düzgün cavablar aldığını görür. Və elə bilir ki, bütün sinif belədir. Və bu həddən artıq ümumiləşdirmə məntiq xətasıdır. Yəni sinifin hamısı bu eyni səviyyədə ola bilməz. Yəni
Ola bilər, amma sadəcə olaraq da bu, nə deyim, bu həmişə ola biləcək bir şey deyil. Yəni ümumi olaraq biz bunu həmişə aid eləyə bilmərik ki, bir sinifdə bir neçə nəfər cavab verirsə, deməli sinifdə uşaqların hamısı aktivdir. Bu yanaşma yəni hamıya aid olması bir şey deyil, yəni düzgün yanaşma deyil. Və burada müəllim bir-iki nümunəni hamıya aid elədiyinə görə həddən artıq ümumiləşdirmə, məntiq hətasına yol vermiş olur. Sual 8. Yay aylarında insanlar dəniz kənarına istirahətə gedirlər. Deməli, mən də yayda dəniz kənarına istirahətə getməliyəm. Verilmiş nümunə hansı məntiq hətasına uyğundur? Baxın, burada özümüzü insanlara bənzədirik. Yəni, ola bilər ki, bizim dəri xəstəliyimiz olar, bir problemimiz olar, biz dəniz kənarına getməli deyilik. Yəni, orada günəş bizim dərimizi yandıra bilər, amma yəni fərqi yoxdur ümumiyyətlə. Biz özümüzü digər insanlara bənzətməyimiz, özümüzü onlara oxşatmağımız bu nəyə aid olur? Cəmiyyət tərəfindən qəbul edilmək məntiq hətasına aid olur. Sual 9. Keçdik 9-cu suala. Şagird ingilis dili öyrənmək istəyir. Sinif yoldaşlarından biri isə artıq uzun müddətdir ki, dil kursuna gedir və kursda çox yaxşı dərs keçirdiyini, müəllimlərin işinə peşəkarlıqla yanaşdığını bildirir. Şagird isə onunla münasibəti yaxşı olmadığı üçün dediklərinin düzgün olmadığını düşünür. Verilmiş nümunə hansı məntiq əsasına uyğundur? Baxın, yuxarıda dediyimiz kimi, insanın dediklərinə yox, onun şəxsiyyətinə görə və yaxud onunla olan münasibətinə görə onun dediklərinə qarşı fikir yürüdürsənsə, onun dediklərinə qarşı bir mülahizə yürüdürsənsə, deməli sən şəxsi qərəzlilik məntiq hətasına yol vermiş olursan. Sualın da düzgün cavabı olur D, C variantı. Çünki burada uşaq digər şagirdin dediklərini nəzərə almır, sadəcə olaraq onun münasibəti yaxşı olmadığı üçün onun dediklərinin səhv olduğunu düşünür. 10-cu sual. Şagird problemi müəyyən edə bilir və onun vacib məqamlarını vurğulayır. Verilmiş nümunə aşağıdakılardan hansına aiddir? Bu problem həll etməyə aid olan bir sualdır və biz deyirdik ki, bir şagird problemin nə olduğunu müəyyənləşdirə bilirsə, onun vacib olan elementlərini, məqamlarını tapmağa bacarırsa, deməli həmin şagird prosesi müəyyənləşdirməyi bacarır. Ya da problemi müəyyənləşdirməyi bacarır, üzr istəyirəm. Onun sualın düzgün cavabı olur C. Sual 11. Müəllim şagirdin ev tapşırıqlarını, daha doğrusu tapşırığını yoxlayan zaman, tapşırığı kimdənsə köçürməmisən ki, deyə sual verir. Şagird isə, yox müəllim, köçürməmişəm, bacım deyib, mən də yazmışam deyə cavab verir. Verilmiş nümunə hansı məntiq hətasına uyğundur? Deməli, görürük ki, burada şagird bacısından köçürdüyüb, sadəcə olaraq məsələni fırlatmaq istəyir. Yəni, deyir ki, müəllim, bacım eləcə mənə kömək eləyib. Yəni, bacım deyib, mən də yazmışam. Amma kimsə deyib sənə də yazmağını köçürmək deməkdir də. Bu, yəni sadəcə olaraq burada söhbəti fırlatmağa çalışır. Deməli, burada neyniyir? Çoxmənalı danışmaq məntiq hətasına yol vermiş olur. Sual 12. Problem həll etmənin bu mərhələsində şagirdlərdən israrlı olmaq və həvəsdən düşməmək tələb olunur. Biz deyirdik ki, planı həyata keçirmə mərhələsi ən vacib mərhələlərdən biridir və bu mərhələdə biz israrlı olmalıydıq. Şagirdlərdən daha doğrusu israrlı olmağı tələb eləməliydik və həvəsin düşməməyi tələb eləməliydik ki, onlar verilən problemi həll eləyə bilsinlər. Və bu 3-cü mərhələdə, yəni planı həyata keçirmə mərhələsində baş verirdi. Sual 13. Deməli, məktəbini yeni dəyişən şagird sinif yoldaşının birindən dərs cədvəlini və dərslərdə hansı mövzularda olduqlarını soruşan zaman sinif yoldaşının sərt cavablar verdiyini görür və sinifdəki digər şagirdlərin də ona bu cür davranacağını düşünür. Verilmiş nümunə hansı məntiq hətasına uyğundur? Baxın, biz deyirik ki, bir neçə nəfərin və yaxud da bir nəfərin elədiyini bütün qrupa aid eləmək həddən artıq ümumiləşdirmə deməkdir. Və burada da şagird düşünür ki, əgər bir sinif yoldaşı ona belə cavab verdisə, deməli digərləri də belə eləyəcək. Bu cür düşünmə isə həddən artıq ümumiləşdirmə məntiq hətasına aid. Düzgün cavab variantı olur D. Sual 14. Şagird sinif yoldaşının gimnastikaya getdiyini və onun yarışlarda uğur qazanaraq medallar aldığını, müəllimlərinin onu çox sevdiyini görür. Və o da tez bir zamanda gimnastikaya getməli olduğunu düşünür. Verilmiş nümunə hansı məntiq hətasına uyğundur? Baxın, burada şagird özünü bir nəfərə bənzədir. Yəni bir nəfər gimnastikaya gedən sinif yoldaşını özünə oxşatmaq istəyir. Çünki o müəllimlər tərəfindən belə deyək, daha çox rəğbət bəslənir o uşağa, o uşağın nəticələri daha yuxarıdır, hamı onu tanıyır və buna görə də özünü ona oxşatmağa çalışır. Burada da olur özünü bənzətmək məntiq hətası. 14-cü sualın cavabı. Sual 15. Müəllim dərsi cütlərlə iş formasında keçəcəyini bildirir və şagirdləri cütlərə bölür. Şagird sinif yoldaşının sakit və özünə qapalı olduğu üçün onun verdiyi cavabların heç birinin düzgün olmayacağını düşünür. Verilmiş nümunə hansı məntiq hətasına uyğundur? Deməli, bax burada biz baxırıq ki, şagirdin necə olmağı ona maraqlıdır. Yəni onun şəxsiyyəti maraqlıdır. Onun dediyi, bildiyi fikirlər ona maraqlı deyil. Yəni bildiyi fikirlərin daha doğrusu səhv olacağını düşünür. Bu zaman şagird nə etmiş olur?
Şəxsi qərəzlilik məntiq xətasına yol vermiş olur. 15-ci sualın düzgün cavabı olur B. Sual 16. Problem həll etmənin bu mərhələsi şagirdlərin metakognitiv bilik və bacarıqları formalaşdırır. Biz deyirik ki, prosesi dəyərləndirmə hissəsi, yəni dördüncü mərhələsi və sonuncu mərhələsi problem həll etmənin şagirdlərin metakognitiv bilik və bacarıqlar formalaşdırır. Çünki şagirdlər sonda nəyi edib etmədiklərini, özlərinin nə qədər belə deyək də məsələyə düzgün yanaşıb yanaşmadıqlarını görə bilirlər burada və bu da şagirdlərin metakognitiv bilik və bacarıqları formalaşdırır. Düzgün cavabımız olur D variantı. Sual 17. Müəllim keşişə keçirən zaman şagirdlərə bir-birinizə kömək etməməli olduqlarını bildirir. Şagird isə mən köçürmürdüm, sadəcə düsturu soruşurdum deyə cavab verir. Verilmiş nümunə hansı məntiq xətasına uyğundur? Baxın, görürük ki, burada şagird neyniyir? Söhbəti fırlatmağa çalışır. Biz dedik ki, söhbəti fırlatmaq da çoxmənalı danışmaq məntiq xətasına aid olur. Burada gördüyümüz kimi söhbəti fırlatmağa çalışır sadəcə olaraq. Deməli, sual 18. Problem həll etmənin bu mərhələsində şagirdlərdə refleks etmək bacarığı formalaşır. Bu hansı mərhələ idi? Bu dördüncü mərhələ idi. Prosesi dəyərləndirmə mərhələsi idi. Biz bu mərhələdə refleksiya eləyərək metakognitiv biliklərə və bacarıqlara yiyələnirdik və yəni elədiyimiz prosesi gözdən keçirdirdik, dəyərləndirirdik və bu mərhələdə refleksiyadan məşğul olurduq, refleksiya eləyirdik. Bu hansı mərhələ idi? Bu prosesi dəyərləndirmək olan dördüncü mərhələ idi. 18-ci sualın düzgün cavab variantı olur D. Prosesi dəyərləndirmək. Sual 19. Müəllim şagirdlərə vətənpərvərlik və millətçilik haqqında məlumatlar verir. İnsanların dövlətin maraqlarını qorumalı olduğunu bildirir. Şagird isə deyirsiz, mən vətənpərvər biri deyiləm deyə cavab verir. Verilmiş nümunə hansı məntiq xətasına uyğundur? Baxın, biz burada görürük ki, şagird söhbəti əks tərəfə çəkir. Müəllim sadəcə olaraq dövlətin maraqlarını qoruma haqqında məlumat bildirsə də, şagird deyir ki, yəni siz deyirsiniz, mən vətənpərvər deyiləm. Müəllim burada şagirdə bununla bağlı hər hansı bir fikir bildirmir də, yəni biz də görürük kifayətlə. Sadəcə şagird məsələni əks tərəfə çəkir. Məsələni əks tərəfə çəkmək, tərs tərəfə çəkmək isə boş adam məntiq xətasına yol verməyimiz deməkdir. Sual 20 son sualdır. Şagird yay tətili zamanı xarici ölkədə olan zaman bir neçə almanla tanış olur və onların xaraktercə soyuq insanlar olduğunu görür. Şagird bundan sonra almanların xaraktercə soyuq olduğu düşüncəsinə gəlir. Verilmiş nümunə hansı məntiq xətasına uyğundur? Baxırıq ki, burada yenə də bir neçə insana aid olan belə deyək, xarakteri ümumi olaraq topluma aid eləyir, cəmiyyətə aid eləyir və qrupa aid eləyir, belə deyək. Yəni, bir neçə nəfər aid olan xüsusiyyəti hamıya aid eləmək, həddindən artıq ümumiləşdirmə, məntiq xətasına yol verməyimiz deməkdir. 20-ci sualın düzgün cavab variantı oldu D. Belə, bu dərs üçün testlərin izahı bu qədər. Növbəti test izalarında görüşmək ümidi ilə sağ olun, salamat qalın.